Bugün İmam Səccad əleyhissalam gəlir Kərbəlaya, görür Bəni Əsəd qəbiləsi avara qalıb, bilmir cənazələri necə dəfn eləsin. Çünki Hüseynin bədənini qoyub çöldə getmişdilər. Öz cənazələrini dəfn elədilər. Peyğəmbər balası və sahabələrinin cənazəsi üryan qalıb qumlar üstündə. Bəni Əsəd deyir, ilahi, bunları necə dəfn eləyək, tanımırıq bunlar kimdir, hansıdır. Gördülər bir niqab üzündə atlı gəlir, gəldi atdan düşdü deyir, ucadan ağladı. Ondan sonra dedi ki, ay Bəni Əsəd, mən bilirəm bu cənazələri tanıyıram, bunlar kimdir bilirəm. Dedilər, ağa sən kimsən? Dedi, mən o başı kəsilmiş qərib Hüseynin oğluyam, mən Əli ibn Hüseynəm. Deyir, getdi əvvəl əmsə Bəlfəzi dəfn elədi. Sonra bir-bir şəhidləri dəfn elədi. Ondan sonra gəldi, deyir, atasının başsız bədəninə tərəf. Elə vəziyyətdə gördü ki, dedi, ay Bəni Əsəd, gedin görün yanmış xeymələrimizdə bir həsirdən bir şeydən tapırsınız, bu cənazəni həsirin üstünə qoyaq. Deyir, gətirdi, həsiri gətirdilər, İmam Hüseynin bədənini qoydu həsirin üstünə. Gəldi, deyir, qəbri qazdı özü, Əli ilə atasının cənazəsini qoydu qəbrin içinə. Deyir, baxdı, kürəyində bir yara gördü, ağladı. Dedilər, ağa, bu bədən bütün yara içindədir. Buna baxıb, niyə ağlayırsan? Deyir, bir söz nəyin yarasıdır? Gecə hamısı yatanda həmin bu küfəlilərin evinə yemək aparırdı. O iz salıb boynuna. Öz qatillərinin evinə aparırdı. Deyir, daxil olur qəbrə. Adət belədir də, qəbrə adamı daxil eləyəndə üzün qibliyə qoyarlar. Bədəndə baş yoxdur ki, üzü qibliyə çevirsin. Bədən başsızdır. Ona görə deyir, üzün qoydu o kəsik boğaza. Üzün qoydu o kəsik boğaza. Ya əbəta, əmməd dünya fə bə'dəkə muzlimə, fə əmməl axirətü fə bin nuri vəchikə müşriqə. Atacan, dünya səndən sonra qaranlığa qərq oldu, axirət üzvün nuru ilə işıqlandı. Deyir, özü-özünə deyir, İmam Səccad ağlayır, Bəni Əsəd qəbiləsi də ağlayır. Bəlkə deyərəm, ilk əzadarlıqdır Kərbəlada. İmam Səccad oxuyur, hamısı ağlayır. Deyir, ondan sonra qoluna girdilər, çıxartdılar. Öz əli ilə torpaq tökdü atasının qəbrinin üstünə. Sonra deyir, bir şey yazdı. Yazdı, ya əhləl aləm, ey dünyanın insanları. Haza qəbru Hüseyn ibn Ali ibn Əbi Talib. Bu Hüseyn ibn Ali ibn Əbi Talibin qəbridir.